Qışı Aran bölgəsində keçirən fermerlər sürünü dağlıq ərazilərə qaldırırlar. Səfərə hazırlaşan köç əhli bir neçə gündən sonra yaylaqda olacaq. Əməkdaşlarımız yaylağa getməyə hazırlaşan ailələrdən biri ilə maraqlanıb, onların köç hazırlıqları ilə yaxından tanış olublar. İllərdir köçəri heyvandarlıqla məşğul olan Cabbarovlar ailəsi qışın sərt soyuğunu artıq geridə qoyub. Onların qışlaq kimi istifadə etdikləri məkan isə Yevlaq ərazisidir. İndi ailə yaylağa köç etməyə hazırlaşır. Yol üstü olan Cabbarovlar səfər boyu lazım olan əşyaları toplayır. Ailənin başçısı 30 yaşlı Niyaməddin Cabbarov vacib olan azuqələri xurcunlara yığır. Qırılmasınlar deyin, yəni büküb götürürük onları. Dofu qazımız olur, yəni yola götürürük. Yəni yolda elə bir yeməyi soyutma eləyirik, yığırıq. Yolda da rahat olsun deyə isidirik gecə. Yəni fənər götürürük, yol fənərimiz var. Atını yəhərləyən Niyaməddin hazırladığı xurcunu heyvanın üstünə aşırır. Hazırda 250-yə yaxın qoyunu olan Niyaməddin Cabbarov yaylağa köç etməsinin heyvanların inkişafına müsbət təsir etdiyini deyir. Təsərrüfat yaxşıdır, pis deyil. Yəni baxasan, birinci hörüşü lazımdır. Yəni yaxşı otlayaq ki, yaxşı da ətin yığa vaxtında, yəni balanı yaxşı verək. Yəni otlaq olmayanda, yeməyi yaxşı olmayanda balanı da yaxşı vermir qoyun. Şəhərin səs-küyündən uzaq olan gənc ailənin 2 az yaşlı övladı var. Niyaməddin Cabbarov çətinliklər olmasına baxmayaraq, birlikdə bunların öhdəsindən gəldiklərini deyir. Gecə yola düşəcək köç bir neçə gündən sonra əsas məkana, Daşkəsəndə yerləşən yaylağa çatacaq. Yol boyu təsərrüfat sahibinə yoldaşlıq edən isə çoban itləri olacaq. Elnari İbrahimova, Şaban Cəfərov, Yevlaq.